Bir neçə gündür ki, Sumqayıt səhiyyə sistemində baş verən proseslər və xüsusilə Səkinə Sadıxova ilə bağlı maraqlı iddialar ölkə gündəmini zəbt edib. Maraqlıdır ki, 500 minə yaxın əhalisi olan ölkənin 3-cü böyük şəhərinin səhiyyəsinə rəhbərlik etmiş şəxs haqqında ölkə mediasında, hətta açıq mənbələrdə, o cümlədən Wikipediyada belə geniş məlumat tapmaq mümkün deyil. Bir neçə il əvvəl Səkinə Sadıxova Sumqayıt şəhər səhiyyə şöbəsinə rəhbərlik edib. Daha sonra səhiyyə sahəsində aparılan struktur islahatlar çərçivəsində təbib yaradıldı və ölkə üzrə xəstəxana, klinika və təcili yardım stansiyaları vahid mərkəzlər altında birləşdirildi. Strateji əhəmiyyətli qurumun direktor vəzifəsinə isə Səkinə Sadıxova təyin edildi. Bu isə o deməkdir ki, şəhərin bütün səhiyyə infrastrukturu, büdcə və insan resursları bir nəfərin inzibatı nəzarət altında cəmləşdi. Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasında qanun pozuntularına yol verilməsi ilə bağlı Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində araşdırma aparıldı. Araşdırma nəticəsində vəzifəli şəxslər tərəfindən Sumqayıt şəhər ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işləri üçün dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edildi. Faktla bağlı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıldı. İddialara baxmayaraq Vüqar Qurbanov tərəfindən Səkinə Sadıxovanın əvvəlcə müşavir təyin edilməsi, daha sonra isə Abşeron Mərkəzi Xəstəxanasına baş həkim gətirilməsi cəmiyyətdə suallar doğurdu. Bir çox müşahidəçilərin fikrincə bu təyinat faktiki olaraq onun qoruma altına alınması kimi qiymətləndirildi. Nəticədə yağışdan çıxıb yağmura düşmə ifadəsi Abşeron Mərkəzi Xəstəxanası ilə bağlı ictimai rəydə tez-tez səsləndirildi. Səkinə Sadıxovanın vəzifəyə gəldikdən dərhal sonra bacısı Gülüstan da saxta diplom aldığı iddia edilən və tibb bacısı kimi fəaliyyət göstərdiyi bildirilən Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə rəhbər təyin etməsi ilə bağlı iddialar da mediada yayıldı. Bundan başqa göndərilən media sorğularının cavabsız qalması isə sualları daha da artırdı. Bundan əlavə bəzi həkimlər anonim qalmaq şərti ilə otaqların bölünərək 5000 manat qarşılığında satılması ilə bağlı iddiaları mətbuata sızdırdılar. Bu iddialar rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzib edildi. Məlumatlarda Səkinə Sadıxovanın yüksək vəzifəli şəxslər tərəfindən himayə olunduğu da iddia olunur. Bu kontekstdə adı çəkilən şəxslərdən biri Araz Nəsirovdur, digəri isə Zaur Əliyev. Araz Nəsirov 2018-22-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji Təhlil Departamentinin rəhbəri olub. Hazırda isə təbibin icraçı direktorunun müavinidir. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sistemində baş verən təyinatların arxa planı ilə bağlı ictimai müzakirələrə səbəb olub. 500 minlik şəhərin səhiyyəsinə rəhbərlik etmiş və hazırda yenidən böyük tibb müəssisəsinə başçılıq edən bir şəxs haqqında bu qədər ciddi korrupsiya, qohumbazlıq və vəzifədən sui-istifadə iddialarının mövcudluğu ictimai etimadı sarsıdır. Az Times Azda yayımlanan məlumata qeyd olunur ki, həm təbib, həm də hüquq mühafizə orqanları Abşeron Mərkəzi Xəstəxanasında və Sumqayıt Tibb Mərkəzində səsləndirilən bütün iddialara aydınlıq gətirməlidir. Ümid edirik ki, səhiyyə sistemi şəxsi maraqların deyil, vətəndaşların sağlamlığının qorunmasına xidmət edəcək və Abşeron Mərkəzi Xəstəxanası da mümkün korrupsiya çirkabından xilas olacaq.